tutaq ki, bir qadında bu aşkar olunarsa, bu qadın nələrdən sığortalamış olur? Bu qadın bəxti nədə gətirir? Ən azından bir qadını həyata qaytarmış oluruq. Mənim bu yaxında bir yan klinikalarımızdan birində bir pasiyent müraciət etmişdi. Artıq orada ona kolposkopik müayinədən keçmişdi, simir analizi verilmişdi və deyilmişdi həkimi ki, gedin, bir ildən sonra gələrsiniz. Və pasiyentin ürəyi durmayıb deyib, yanımızdakı klinika, saf klinikaya bir müraciət edeyim. Bir orada da bir ginekoloqa özümü görsədim. Mən baxdım, baxın, histoloji analizini götürdüm və kolposkopik müayinə etdim pasiyentə. Baxdım ki, orada kolposkopik müayinə bilirsiniz nədir? Yəni, xərçəng və xərçəngönü kimi xəstəlikləri erkən aşkarlayan bir optik cihazdır kolposkop və bu cihaz vasitəsilə aparılan müayinəyə biz kolposkopiya deyirik. Deməli, genişləndirilmiş kolposkopiya var, sadə kolposkopiya var. Genişləndirilmiş nə deməkdir? Yəni, sirkə turşusuyla və lüqol, yəni şiller sınağı qoyub biz baxırıq. Görək, orada patoloji nahiyələr varmı? Mozaika, punktasiya varmı? Mən baxdım ki, bu pasiyentdə həqiqətən də patoloji nahiyələr aşkarlandı və bizim Şahin doktor tanıyırsınız. Zəng vurdum ki, bəs mən burada patoloji nahiyələr aşkarlamışam. Bir ay bundan öncə də buna kolposkopiya olunubdur. Hətta həkimi deyib indi ki, ged evə, bir də bir ildən sonra gələrsiniz. İstəyirəm bir biopsiya təzədən götürüm. Dedi ki, xəstə istəyirsə, icazəsi varsa götür. Xəstəyə təklif etdim ki, bilirəm yeni vermişsiniz. Ancaq olarmı ki, mənə güvənirsinizsə, mən təkrar bir biopsiya götürüm. Dedi, doktor, mən sizə tam güvənirəm, götürə bilərsiniz. İnanırsınız ki, Nurgül xanım, onun cavabı gəldi G2. Yəni, uşaqlıq boyunu Epstein atipiya 3-dəki hissəsini tam tutmuşdu. Biz onu vaxtında davrandık. Bir il gec gəlsəydi nə baş verərdi? Artıq xərçəng olacaqdı.